Nöqtələrdən sonraya baxırıq. Deməli, burada bağlayıcı mövzusudur. Nöqtələrdən sonra the heavy rainfall, güclü yağış, yağıntı miqdarı. Bax, görürsünüz, burada mübtədə xəbər yoxdur. Söz birləşməsi, isim gəlibdir. Bunun ipucunu sizə deyim ki, əgər bağlayıcının sonunda söz önü varsa, bir də bunlara əlavədir despite. Despite da söz önü yoxdur, amma o da onların eyni quruluşuna malikdir. Belə deyim də, eyni kateqoriyadandırlar. Əgər axırında söz önü varsa, bağlayıcının. Demək, o özündən sonra tam cümlə istəməyəcək, söz birləşməsi istəyəcək. Deməli, biz E variantını çıxacağıq, əzdən sonra tam cümlə gələr. B variantını çıxırıq, Dünün to-su yoxdur. Digərləri qaldı. In spite of despite rəğmən deməkdir. İkisi də bərabərdir bir-birinə. Qapalı testdə ayrı-ayrı variantdadırsa, demək heç biri deyil. Qalır cavabım A variantı. The river overflowed its banks as a result of the heavy rainfall. Yağışın deməli nəticəsində o öz sahillərini aşıb daşdı. Olacaq cavabım A variantı. 2 də promised olacaqdı. Təmizləyək buranı. Olacaq to ilə. Cavabımız olur E variantı. Bağışlayın. Cavabımız olacaqdı E variantı. 3-ə keçirəm. Nöqtələrdən əvvəl do you know gəlib, xəbər gəlibdir. Yəni ismim yoxdur. Demək ki, burayla işim bitdi. Əgər burada isim olsaydı, onu təyin edərdik. Məsələn, canlı isim olsaydı, who, that verərdik. Cansız isim, heyvanlar, əşyalar olsaydı, which verərdik. Yəni ki, nöqtələrdən əvvəl isim yoxdursa, orayla işim bitdi. Nöqtələrdən sonraya baxacağım. Is coming from New York. New Yorkdan gəlir. Sual verirəm. Kim? Who? D variantı. Deyə bilərsiniz ki, müəllim, necə olur ki, who-nu zət əvəz eləyə bilir? Zət yəni who-nu əvəz eləyir. Ancaq burada ayrı-ayrı variantlardadır və biz cavabda D-ni götürmüşük. Biz deyirik ki, 4 məqamda zət who-nu əvəz eləyə bilmir. Birinci nə olur? Birinci, vergül işarəsindən sonra zət gəlməz. Xüsusi isimdən sonra, məsələn, adam adı gəlibdir. Burada Jane verib. Jane-i zətlə təyin eləyə bilmərəm. Bu iki qaydam. Daha sonra, əgər cümlənin tərcüməsi, cümlə özü məndən kimi tələb eləyirsə, yəni kim sualını tələb eləyirsə, mən ora zət yaza bilmərəm. Ona görə olacaq cavabım D variantı. Is coming from New York. New Yorkdan gəlir. Kim? Görürsünüz, kim sualını vermək istəyirəm. D variantı olacaqdır. Dördüncü testdə rarely görürəm. Nadir hallarda özü cümləyə negativlik qatır, yəni inkarlıq verir. Bu da disjunktivdir. Bir tərəf inkardır, bir tərəf təsdiq olmalıdır. Deməli, C variantı, E variantı gedəcəkdir. Studies indiki zamandadır. İndiki zaman köməkçisi does olacaqdır. B variantı. 5-dən. Baxaq görək, nə var burada. Didn't veribdirsə, didn't-dan sonra xəbər istəyəcək. Ya 2 olacaqdır, ya 4 olacaqdır. 1-2. 1-4. 1-2, 1-4. Var. Buna kömək eləmədi. Come. 2. Hara gəlmək? To the party. 2-3. 2-3 yoxdur. C variantını çıxıram. Kim gəlməyib? Sən gəlməmsən. You didn't. You didn't come to the party. Deməli, 5, 1, 2, 3. 5, 1, 2, 3. 5, 1, 2, 3. D qaldı, E qaldı. Tell me why. Mənə de. 4, 6. D variantı. Tell me why you didn't come to the party. D variantı. 6-dan çox qəşəng testdir. İmtahana bir dəfə bu formada düşüb. Nöqtələrdən əvvələ baxıram da films gəlibdir. Film cansızdır, which və zətlə təyin edə bilərəm. Ay müəllim, hamısı gəlib, bəs mən burada neyniyim? Baxaq görək neyniyəcəyik. Films cəmdədir. Deməli deyirəm ki, mən
bağlayıcı sözümdən əvvəli və sonranı uzlaşdırmalıyam. Burada film cəmdədir. Cəm xəbər lazımdır mənə. Həstəkdədir. 5-ləri atdım. Sonra. Cümlə tamamlamada köməkçi mübtədadan önə keçə bilməz 2-ləri atdım. Qalır 3-dən 4. Müəllim, niyə bəs bir səhvdir? Film öz-özünü hazırlamaz. Have been olmalı idi. Məchul verməli idi. Olur 3-4. 7-də close meaning yenə yaxın mənalı. Brave cəsurdur, slow yavaşdır, sudden ani qəflətəndir. Instant qəflətən ani. Immediate dərhal ani. 3-4-5 C variantı. 8-də possessive istəyir bizdən. Baxaq görək. E-dən başlayacağım. Apostrof S-dən sonra article gəlibdir. Child kökdən dəyişir, apostrof S olmalıdır. Turanın fikirləri, art cümlədə xəbər var, %100 yiyəlik var, C variantını götürdüm. Apostrofdan sonra by boat xəbər gəlibdir. Yiyəlik deyil. A variantında apostrof S-dən sonra yiyəliyə vəzliyi gəlibdir. Yiyəlik hal deyil. C variantı doğru cavabdır. Burada nə istəyib məndən? Article istəyib. Holiday-ə baxıram. Çoxunuz deyir ki, mənim expensive-lə nə verək? Expensive bahalıdır. Yəni mən ona article verməyəcəm. Yanındakı ismə baxacam. Holiday sayılan təkdədir. Qarşısı boş gəlməyəcək. E variantı getdi. Expensive saitlə başlayıb. Düzdür, article holiday-ə aiddir, amma onun e yoxsa ən olması özündən sonra gələn ilk səsə baxır. Expensive saitdir, e article olmayacaqdır. İkinci tərəfdə city gəlibdir, şəhər, sayılan təkdir. Sayılan təkin qarşısı boş gəlməz. A gedir, D gedir. Qalır cavabım B variantı. Gəldik ona. Nöqtələrdən sonra of gəlib. Everydən sonra of gəlməz. Yadıma salıram görüm nələrdən sonra of gəlməz. No, not, every, törəmə. Bunlardan sonra of gəlməz. Aha, bəli. Of gəlməz. İkinci tərəfdə yenə of var. Everydən sonra of gəlməz. Everydən sonra of gəlməz. Xeyli işim azaldı. Aha, birinci tərəfdə only gördüm. Only yadıma salıram. Only'dən sonra a few, a little, some, bir də miqdar gəlir. Only olmaz. Olur cavabım E variantı. 11-də. Will sözü gəlib sayılan təkdir. Sayılan tək ismin qarşısı boş gəlməz. Article gəlməlidir. Adi və müqayisə dərəcəsində EN artiklı. Artikl yoxdur, E getdi. Morla R bir yerdə gəlməz. Mostla S bir yerdə gəlməz. Tasty 2 hecalıdır. Deyirəm sonu Y. R. O, W ilə bitib 2 hecalıdırsa, şəkilçi ilə düzələcəkdir. R, S. More, mostla yox. Qalır cavabım C variantı. 12-də. İkinci tərəfdə burada nothing gördüm. İnkardır. Bir cümlədə iki inkar olmaz. B və C variantı getdi. İkinci tərəfdə yet gördüm. İndiki bitmiş zamandır. Bu mənə kömək eləmədi. İndiki bitmiş zamanla da mən had been keçmiş bitmiş yaxud da keçmiş verə bilmirəm. Qalır cavabım A variantı. The bride is nervous. Gərgindir deyir. Çünki heç nə təşkil olunmayıb. A variantı. Sevmədiyiniz pasiv gəlib yenə, amma mənim çox sevdiyim cannot məchula çevrilməyən. Cümlə nə zaman məchula çevrilmir? Əgər tamamlığı yoxdursa. Bunu sadə şəkildə sizə necə deyirəm həmişə? Deyirəm ki, birinci şərtim nədir? Pasiv işləyəndə. Mübtədanı atıram. Cümlə mübtədasını atmışam. Neyniyəcəm? Tamamlığı tapıram. Tapdım. Gətirirəm cümlənin mübtədası edirəm. Demək ki, mənim cümləmin məchula çevrilməsi üçün həmin cümlənin tamamlığı olması lazımdır. Tamamlıq da neyinir? Kimi nəyi, kimə nəyə suallarına cavab verir. Yazdı nəyi?
Məktubu. Tamamlığım var. Məchula çevrilir. Məndən çevrilməyən istəyib. Birləri at. Build. Tikdi nəyi? Evləri. Tamamlığı var. Məchula çevrilir. 2-ni attım. Qaldı cavabım 3-dən 4. Biz bunu 40 dənə feilimiz var idi ki, məchula çevrilməyən. Onların içində əzbərləmişdik. Live yaşamaq, die ölmək, run qaçmaq, sleep yatmaq, swim üzmək, walk yerimək, sonra come gəlmək, go getmək, appear, disappear, daha sonra happen baş vermək, take place baş vermək. Bu kimi feillər məchula düşmürlər. 3-4C variantı. Modala gəldik. Nobody'ni gördüm. Bir cümlədəki inkar olmaz. D variantı getdi. Should ilə işlənməz getdi. Yesterday keçmiş zamandadır. A variantı getdi. Nobody törəmədir. Törəmənin inkarı təkdə olmalıdır. Were yox, was olmalıdır. E variantını götürdüm. Dərslikdə olub topluya yeni əlavə olunan. Would, rather, had, better. Hər ikisi də. Would, rather, had, better. Özündən sonra feilim başlanğıcda verb 1-də istəyir. Call, C variantı. 16-da mübtəda xəbər uzlaşması. Bura xəbər yazmalıyım. Xəbər yazmalıyım bura. Xəbərə qədər hissə mübtədadır. Mübtəda apostrofla bağlanıb. Əgər mübtədam apostrofla bağlanıbsa, apostrofdan sonraya good sözünə baxacağım. Cəmdədir 2-4. C variantı.